Biz Dövlət İmtahan Mərkəzi ilə çox sıx bir yerdə işləyirik. Yəni burada yenə sual çətin və ya asan olmasını ölçən məsələ insan rəyi deyil. İnsan üçün sualı bilməyəndə o çətindir, insan üçün sualı biləndə o asandır. Bu bir. İkinci, suallar çətin və ya asan olmasından asılı olmayaraq onlar bütün uşaqlara eyni suallar düşür. Yəni müəyyən mənada aşağı-yuxarı eyni səviyyədə uşaqlar düşür. Yəni ötən ilə nisbətən çətinliyi də mən problem kimi qiymətləndirmirəm və yaxud da asan. Niyə görə? Çünki o yalnız bu ilki uşaqlar üçündür. Və yenə də bir daha qeyd edirəm ki, imtahanda iştirak edən adam, hətta etməyən adam belə sual haqqında rəy bildirməsi o qədər də düz deyil. Yəni sualın çətinliyini ölçən əmsallar var. Onlar statistik əmsallardır, psixometrik test, belə deyək də, alətlərlə ölçülür. Və bunu edib başa düşmək olur ki, nə qədər asandır, nə qədər çətindir. Amma həmişə işin yəni mahiyyəti bu deyil də. Biz ora qayıtsaq ki, hər il imtahandan sonra 50 adam hesab eləsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək mümkün olmaz. Yəni bu mənada mənə elə gəlir ki, ümumi mənada imtahanların keyfiyyəti bizi qane edir və elə də ciddi, böyük belə problemlər görmürük. Ayrı-ayrı adamların isə şikayətinə dediyim kimi müvafiq qaydada baxılır, cavab verilir. Müəllimlərlə də bağlı bayaq dedim. Bu müraciətə eşitmişik, yəni təhlil edirik və geri qayıdacağıq. Sadəcə o səbirli olmalıyıq.